O ki qaldı yoldaşlar ay məsələsi. Yəni bir başladıq, yarımsı qaldı. Yəni ay məsələsində yoldaşlar necədir bu məsələ şəriətdə də? Təbii ki ay gözdən görməyi lazımdır. Baxmayaraq elm inkişaf eləyir. Bir an necə qeyd etdiyim, hətta ayın hardan çıxmağı, hansı tərəfdə hesablamana yox, bu elmi cəhətdəndir. Hansı tərəfdən çıxmağı, hansı dəqiqələrdə bu hesablamana olmur. Sən istiqaməti bilməzsən hardan çıxacaq. Yəni o dərəcədə elm inkişaf eləyib ki, artıq bilinir ayın hərəkəti və s. Lakin bəzi amilər qalıblar ki, yox, görmək lazımdır gözlə. Ay günəş kimi bir yerdən çıxır, yerdən baxmıyor. Ola bilər, fərqlənsin, ola bilər. Ola bilər. Ona görə bu məsələdə necədir? Alimlərin əsas iki rəyi var. Ya bir dənə müsəlman ölkəsi gördüyü hamı tutsun. Lakin bu tətbiq olunmur indi. Ne üçün? Çünki hətta məsələn Saudiya özündə tətbiq olunmur. Məsələn Saudiya belədir ki, yanında qonşu ölkələr görsə, onlar deyir, yox, bizdə görsənməyib. Fikir verirsən? Hə, bizdə görsənməyib, vəssalam. Yaxşı, ikinci rəy nədir? İkinci rəy odur ki, hər göz öz ölkəsindən geçsin. Və bu saat bu rəy tətbiq olunur, hər yanda demək olar. Bu rəy tətbiq olunur. Sadəcə, əlhamdülillah bizdə aya baxırlar, izləyirlər ayı. Rəsədxana ki, bizdə yoxdur. Özdə fikir versək, dəqiq deyil. Dəqiq deyil. Sadəcə, müşkül nə deyil, bəzilər buna etiraz nəyə deyirlər? Deyirlər, yox, şəriət deyir ki, gözlə görmək. Gözlə görmək. Ona görə deyirlər, qabaqcadan demək düzgün deyil. Bir də o məsələ qalır bizdə, amma bizdə aya baxırlar. Aya baxıb deyirlər ki, filan günü çıxacaq. Onlar dəqiq bilir, Allahın izni ilə. Çünki elmi cəhətdən. Amma bir dənə bu qalıb, etiraz edənlər, o hərəsi bir cür bəhanəsi olanlar, onlar bir dənə deyirlər ki, bir dənə bu qalıb. Yaxşı görək, bu məsələ olandan sonra gərək nə deyəcəklə olar? Çünki bu məsələnin də həlli nədir? O ehtimal olunan gün, gecə. Təyin olunsun adamlar, geçsinlər rəsədxanada, baxsınlar. Rəsədxanada biləcək ki, deyəcək ki, o tərəfdən mi çıxmalıdır, çıxsa. Baxsınlar, əgər gördülər, axşam xəbərlərində deyəcək, ay göründü, sabah orucu, ay göründü, sabah bayramdır, ay göründü, sabah qurbandır, bayramı. Bu cür olsa, düzdür, buna da etiraz edənlər olacaq. Deyəcəklər ki, gedənlərin o günün analiz kağızları, necə, davranışları necə, sonra yox, mənə gəlir, onlar hələ baxar, müsəlman idilər, yoxsa yox. O hələ o qəlbi xəstələr, xəstə, psixoloji xəstə insanlar, qəlbi xəstə, Allah bilir, harasa qulluq eləyənlər, onlar bəhanə gətirəcək. Yəni, onlara fikir vermir, lakin ümumi kütlə, əlhamdülillah, artıq azdıra bilməyəcəklər. Çünki indi necə azdırırlar? Bizə baxmırlar ona görə, biz gedirik Saudiya və öz ətrafalarının da arasında, ətrafında biri deyir, orana gələn, biri deyir, burana, biri də deyir, Saudiya. Deyirəm, Saudiya gelmək düzgün deyil. Deyirəm ki, yox, bir dənə müsəlman ölkəsi görsə mən tutacam ayı. Bir dənə müsəlman ölkəsi görsə mən açacam ayı. Bu rəy var. Lakin ümumən tətbiq olunmasa da. Amma sənə deməyin ki, mən Məkkə ilə gedirəm, düzgün deyil. Məkkə ilə geçsin, yaxşı birdən Misirdə görsələr, nə edəcəksən? Biz Məkkədə yaşamırıq. Yox, birdən Misirdə görsələr, nə edəcəksən? Deyəcəksən, yox, mən, hələ düzgün yəni var, gördülər də və salam var. Ona görə hər kəs öz ölkəsindən geçsin. Lazım da öyle, ora, bura, əlhamdülillah. Kimsə etirazı var, çıxsın desə ki, yox, ay belə idi, bizdə səhv görürlər. Çıx, deyiləm bir dənə. Və ya internet klublar var idi, mənədən təkfirçilərə sözlər deyəndə deyirdim, gir internet kluba, yaz, knopka bas, enteri bas, qaç oradan. İndi bunları da deyirəm, girin, laf belə
Basın ki, ay, görsənmədi, yalandır, qaç oradan, qorxursunuzsa. Sadəcə əsas nədir? Cəmaatın birliyi, ümumi məsələlərdə, ölkədə əsas odur. Və bu, ayı görməkdən daha mühümdür, qardaşlar. Ayı görməkdən daha mühümdür cəmaatın birliyi. Lakin görürsən ki, insanlar var da, daha nə deyəsən? Nə deyəsən? Amma bu o demək deyil də, qardaşlar. Məsələn, tutaq ki, Saudiya ilə düz gəldi, əla. Ola bilər səhv, elə bilər fərqli olsun. O demək deyil, məsələn, hansı ölkədə göründü ay, o birisi ölkələrdə görünməlidir. O demək deyil, fərqlidir. Aydındır. Məkkəni kim deyə bilər? Məkkəni. Məsələn, bir yaxın necə qeyd etdim, Məkkəni deyə bilərəm, biz Məkkəyə baxırıq. Məsələn, Yeni Zelandiyada yaşayan müsəlmanlar, məsələn, azlıq təşkilləyən, məsələn, elə Peru məsələn, məsələn də, azlıq təşkilləyən bir yerdə, məsələn, 1000 dənə bəlkə sayısı müsəlman var orada. Onlar eyb etməz, hələ cəmiyyətdə yaşayanlar deyə bilərlər, biz Məkkəyə baxırıq, Məkkədən xəbər gəldi. Amma sən, müsəlman ölkəsi yaşasın, deyirsən, mən Məkkənə gedirəm. Sən özü alışdırmalı, sən nə görürsən ki buranı? Bura Peru'dur, yoxsa nə deyil? Yeni Zelandiya. Sadəcə bəzi qardaşlar fikir vermir hələ adamlara, lakin hələ adamlar əslində problemdir. Kim belə şeyləri təbliğ edir, onlar problemdir. Aydındır qardaşlar. Bəli. Allah razı olsun. Suallarınız varsa verin. Şeyh, maraqlı da burasıdır ki, həmişə də bizim dövlətdə elan olunandan sonra vaxtlar deyir, ha. Ayaqdaranlar məsələn. Bizən var idi, biri deyirdi, ayaq dağılır, çıxmışdı dağa. Mənim o ayı yoxdur, deyirsən, 4 ayaqlını axtarır orada. Yaxşı ki, 4 ayaqlı görüşməmişdi. Aydındır. Her yerde olur bunu. Kardeşler, geçen sohbet eder mesela, diyelim Allah hamd olsun. Bir tane çay varsa. Diyelim ki, hem sağlar söylediğinizde, ülkemizde, elimizde, babamızda Allah'ın şerefine layıkın ismine uygun yaşıyoruz. Allah hamd olsun, her bir şeyde, sakal, balak, nikah, her şeyde var. Buna şükür demez. Vallahi şükür demez. Bugün kızlarımız mektebe gelirler, hicabda, üniversiteye gelirler. Her bir şeyde. İşleyenlerimiz Diyelim, kardeşle sohbet edelim. Diyelim, yok, neft böyle getir, gaz böyle getir. Diyelim, bana sen yeterse sen. Gel özün barızıyla. Ben sana Allah'ın dininden danışırım, şerefinden danışırım. Sen onlar da şey, sonra öğrendiler, biz de maraqat etdilər, razılaşdılar. Hələ də. Çünki dövlət belə elan edir. Qafqaz Müsəlmanları İdarəsi elan elədi ki, ayın 1-i bizdə oruçlu girmək. Ayın 30-u Ramazan bayramı. Sən o yüzden də ikisini mən ikisindən tuturum. Amma bunu eləsələr yaxşı olar. Məsələn, Şamaxıda da, Bakıdan getmək lazım. Şamaxıda nümayəndələr var da. Həm bu tərəfdən, həm bu tərəfdən. 2 nəfər, 3 nəfər seçilsin hər tərəfdən, geçsinlər nümayəndə rəsədxanaya. Orada da onlar otursun, onlar göstərəcək. Alimlər də orada. Sübut eləsə ki, bax bu deyil. Görsələr, Tabii elə belə deyil. bu olsa, elə bil ki, cəmiyyətdə bölünmə az olacaq. Olacaq, amma zəifləyəcək. Yəni, onların fitnəkarlar ki, kimlər ki, bundan istifadə edir, onların fitnəsi qabağı alacaq, zəifləyəcək olar. Yəni, onlara şey vermək lazım deyil də. Yəni, onlar cavanları necə avladır? Və belə şeylərlə, belə məsələlərlə. Aydındır. Ən azından yəni, kütlə birləşəcək, yəni kütlə bölünməyəcək. Hər il buna necə problem yaradır. Yəni, dəvətin əvvəl vaxtlarında bu məsələdə kimlər müxalif idi bizə? Təkfirçilər. Təkfirçilər deyin üçün şey dedilər, dedilər kafirdirlər, ona görə buranı gedmirik. Yaxşı, onlar maraqlı budur ki, təkfirçilər Saudiyanı da kafir görür. Lakin Saudiyanı gedirdilər. Sonra mumiyalar çıxdı, bunlar mumiyalar. Onlar da indi başladılar ki, qabaq gizlədirdilər, indi açıq aydındılar ki, biz də Saudiyanı gedirik.
Düzgün deyil hələ, düzgün deyil. Biz bir dəfə bu Desəydilər ki, baxışda sözü kəsirəm. Desəydilər ki, biz hansı müsəlman ölkə birinci gördü, onunla gedəcək, tutacaq və ya açacaq. Ha, hələ rəy var. Hələ rəy var, amma yaxşı. Birdən İndoneziya gördü, açacaqsan, açmayacaq. Onda düzgün deyil axı. Çünki Məkkə ilə getməyə dəlil yoxdur. Deyir, mən Məkkə ilə gedirəm. Məkkə ilə getməyə deyir, orada baxırlar. Baxan yerlər çoxdur, bir dənə Məkkə məyə baxır, Saudiyə. Aya baxan ölkələr, müsəlman ölkələr də ərəb olmayan ölkələr baxırlar. Aydındır, bu sadəcə bəhanədir. Bəhanədir, yəni görsən ki, insanlarda problem var. Düz deyil, hamısı elə deyil, ola bilsin, yaxşı zən deyil. Bəzilər belə yanaşır, düzgün yanaşmır. Ya bilməməzlikdən, ya gör ki, çox o tərəfdədir, onlar belə eləyir, mən də belə eləyirəm. Bəzilər var, deyir, orada çoxdur, ona görə o tərəfdəyəm. Elə bir futbol zaddır. Məqsəd amma bu insanların psixologiyasını oynamaqdır. Həm də təbii ki, ən böyük problem də nədir, qardaşlar? Yəni, elmsizlik, şəri elm olmamaq. hə, Şəri elm olanda səni alada bilməz. Amma şəri elm yoxdursa, adam çaşır. Adam çaşır qalır. Məsələn, keçən də hansı məclisdə danışdım vardı. Qardaşlardan biri Şeyx Fozan mənə deməli fətvasını qoyduk. Dedilər ki, bəs biz səndən həmişə eşitmişik, bunu ki belə, amma Şeyx Fozan əksin deyir. Məsələn, qadın məsələn öz uşağının yanında dastamaz pozulur yoxsa yox qanında? Əgər dastamazlıdırsa. Hə, əslində pozulmur, çünki biz hələ eşitmişdik, hələ də bəhs eləyəndə sonra görüşdük ki, bu güclü rəydə hələ də deyirdik sizə. Lakin atdılar ki, Şeyx Fozan deyir ki, pozulur. Qardaş, mənə deyir ki, səbəb bu nədir? Birinci, Şeyx Fozan ola bilsin deyir, hələ rəy var. Hələ rəy var. Lakin daha güclü rəy hansıdır? Daha güclü rəy. Təbii ki, daha güclü rəy odur ki, pozulmur. Ne üçün? Çünki birinci, dastamazı pozan şeylərdə bu qeyd olunmur. İkinci, öyrət yerinə əl deyəndə pozulur yoxsa yox dastamaz, o barədə bir hədisdə gəlib pozulur, bir hədisdə gəlib ki, pozulmur. Bir hədisdə gəlib ki, pozulmur. Ona görə Şeyx Hüseymin nə deyir? Şeyx Hüseymin, imkan dairəsində hədisləri cəm eləmək. Cəm budur ki, əgər şəhvətlə toğunsan, pozulur. Əgər şəhvətsiz toğunsan, pozulmur. Aydındır, qadın məsələn uşağın yuyur, pozulmur təbii ki, orada şəhvətlə toxunmur ki, yuyur, təmizləyir balasıdır. Ona görə pozulmurdur, səhi budur. Lakin bilməyən adam deyəcək, görürsünüz, təkfirçi əhl eləyir. Hansı məsələn biz deyirik və ya hansı alim nəsə başqa cür deyir, qoyurlar, deyirlər, görün, düz gəlmir bunların sözləri, bunlar haqqı çatdırmır bizə, bunlar haqqı gizlədir. Bir dənə məşhur sözün haqqı, mən deyirəm, qardaşım, nə deyir o haqq? Öyrənmə, nədir o? Hansı ki gizlətmişik, düz deməmişik. Nədir o haqq? Aydındır, ona görə, qardaşlarına ona görə həmişə tövsiyə eləyirik ki, elmə, elm, dərslərə qulaq asın, soruşun, xüsusən belə məsələləri, aydındır, Quranı öyrənin, mütləq, mütləq. Elə mumiyalar nə deyir? Deyir, Quran oxu, gecə gündüz. Belə məsələlərdən danışmamaq üçün başımı qatırlar, deyirlər, Quran oxu, gecə gündüz. Oxuyur Quran. Amma bu məsələlərdən də bu anlayışın olsun. İctimai. Çünki Quran oxuya, bu məsələ bilməsən azacaqsan. Sən Quran oxuya bu məsələdə öyrən, ne üçün azmayasan deyə. Quran oxuyanlar nə qədər azdır? Deyə xavariclər. Əli ibn Əbi sahabələrin vaxtında xavariclər hafiz idilər amma. Hamı hafiz idi. Azdılar. Gəldilər Osman radiyallahu anh, xəlifə Əmir-i Muminini öldürdülər. Başını kəsdilər Əmir-i Muminini. Sonra Əli ibn Əbi Talib öldürdülər Əmir-i Muminini. 2 dənə xəlifəni öldürüblər. Xavariclər. Təsəllər, hamısı da hafiz idi. Ona görə qardaşlar, yəni belə məsələləri öyrənin, bilin. Biz demirik ki, öyrənin, başlayın, bu filan kəs bu. Yox, hələ deyil. Amma özünüzü qorumaq üçün məlumatınız olsun deyə diqqətli olun. Eşidəndə, bilin bu söz nədir?
Qabaq məsələn biz yaxşı zəndə idik, yaxşı fikirdə idik hamısının barədə. Heç söhbətlərinə fikir vermirdik. Yəni yaxşı zəndə idik. Hətta nəsə eşitsə yaxşı zənnə çevirirdik. Amma sonra gördük, yox, səndə problem var imiş. Aydındır, problem var imiş. Bax, ona görə. Aydındır. Şeyh, sual verməm. Ha. Deyim ki, səfərə getdim dəfə, orada cəmaata qoşulum, son rükət idi. Namazı bitirdik, mən yəni təbii olaraq 4 rükət tamamladım. Sonra qalandan sonra bildim ki, onlar da səfər imiş, 2 rükət qılıblar. Onda namazı yeniləməliydim, yoxsa necə? Yox, yəni sən imam deyəndən. Yox, onlar imam idi. Mən axırıncı rükətdə qoşuldum. Mən elə bildim, onlar yəni yerirdilər. Ha, eyb etməz, bilməmsən, eyb etməz. Eyb etməz, bilməmsən. Əslində imam, sən muqim olsaydın, hər halda onlar 2 qılsaydı, sən 4 qılacaqdın, qalxıb. Aydındır. Yəni, sən bilməmsən, eyb etməz. Əxizamca, məsələn, girmişim meçdə, cəmaat qılır, mən müsafirəm. Çünki mən 4 rükəti tamamlamalıyım, imam kimi. Bəli. Məsələn, gəldim meçdə, imam aydındır ki, musafir deyil. Onlar axırıncı rükətdədirlər, zöhrdə. Sən isə 2 rükət qılmalısan əslində. Sən qoşuldun imama. İmam salam verəndən sonra sən 1 rükət qılmısan. İndi qalxıb 1 rükət qılmalısan, yoxsa 3 rükət? Cavab 3 rükət. Çünki imam müsafir deyildi ona görə. 3 rükət. Aydındır, 3 rükət qılacaqsan. Şükür de Ha, ver. Bir adam hamısı gözləsinə diləkçəni Allah'ın dostum mesela. Sənlə boşandım. Ora 2 qədər qayıdıb ondan evlənməyə kəbin təklif var. Yəni, ər öz qadınına deyir ki, vallahi səndən boşandım. Ha, boşuyuram səni belə. Boşayıram. Yəni, qəzəb halında yox. Hansı ki, o qəzəb ki, nə gəldi deyirsən, o sayılmır ha. Amma bilirsən nə danışsan, hə? Hələ deyirsən. Əgər ağlın yerindədir, bilirsən nə danışsan, deməli, o talaq sayılır. Sadəcə qardaş deyir ki, birdən sonra fikrim dəyişsə, təzə kəbin eləməliyəm, yoxsa yox. Hə, o baxır, sən qadına talaq deyəndən sonra iddə müddəti başlayır. İddə müddəti vaxtdır. Hətta indi də bu qanunlarda gedirsən ZAKS-a, boşanmaq sənə tələbi verəndə sənə 3 ay vaxt verirlər. Görsən şəriətdən götürürlər. Şəriətdən götürürlər, hə. Hə, deyirlər, get fikirləş, 3 ay. Şəriətdən götürürlər. Hə. Lakin şəriətdə necədir? Şəriətdə 3 ay deyil əslində. Şəriətdə 3 aylıqdır qadının heyzi. 3 ay o qadında olur ki, heyzdən bitib. Heyzi yoxdur, onda 3 aydır. Amma heyzdə olan qadın onda 3 heyzdir. 3 heyz müddətində qaytara bilərsən. 3 heyz hələn bitməyibsə, qaytara bilərsən, onda kəbinsizdir. Amma bir dənə talaq getdi, ya, zapazda 2 dənə qalıb. Zapazda 2 dənə qaldı. Hə. Yaxşı, birdən 3 heyzdən sonra, məsələn, 5 ay keçib. Qaytarmaq istəyirəm, necə qaytaracam? Kəbinlə. Ne üçün? Çünki hələn bu 1-ci talaqdır səndə. 3-cü talaqda artıq qaytara bilməzsən. Məsələn, qaytardın 5 aydan sonra, kəbin elədin, hə, gəldi. Sonra biraz keçdi, çay məsələn isti olmadı, dedin talaq. Çünki bəzən talaq verirlər heç nədən deyil. Talaq yenə 3 ay başladı. 3 ay yoxdur, 3 aylıq. 3 aylıqdan qabaq qaytardığı kəbinsizdir. 3 aylığın versən keçdi 7 ay. Dedin əşi, qaytarım etəzdən. Hə, oldu 2. Zapasda qaldı bir dənə. Hə, bir dənə də desən, düzdür. Qadın gözləyəcək 3 aylıq. Amma qaytara bilməyəcəksin artıq. 3 aydan, 3 ay deyirəm, 3 heyzdən sonra qadın getdi. Qaytara bilərsən nə vaxtdır? Əgər o ərə getsə, yaşasa, ondan sonra əgər o boşasa,
Ondan sonra deyə bilərsən ki, eşitdin ki, boşanıb. Gəlib deyə bilərsən ki, gəl kəbin eləyək. Fikir verirsən qardaşlar, şəriət necə qurub kişinin hissiyatını oynayır. Ona görə talaq oyuncaq deyil ki. Sən talaq verəndə sən fikirləş, onun aqibətin. Nə qədər talaq verənlər var, peşman olublar. Olmaz, ailə həyatı mühümdür, ailə dəyərləri böyükdür, mühümdür, ciddi yanaşmaq lazım. Bu nədir? Boşanma çoxalıb. Nəyə ki bizim cəmiyyətdə, dünyada. Bu da hamısı nədəndir? Qadınlara çox hürriyyət, azadlıq vermək. Biz demirik, qadına azadlıq vermək lazımdır, boğmaq lazım. Yox. Lakin qadın azadlıq vermək lazımdır, məhdud. Yəni, kişidən üstün olmasın. Kişidən üstün oldu heç nə. Həm kişi gedir. Özü də aparır, kişini də aparır özünə. Cəmiyyət korlanır, pozulur. Boşanmanın səbəblərindən də. Biz ata-babadan belə görməmişik. Qadın, bəli, haqları var, hörməti var, qız kimi, bacı kimi, ana kimi, həyat yoldaşı kimi, yeri var, nənə kimi, yeri var. Hamısının öz yeri var. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem ki, cənnəti qazanmaq istəyənsə, ananın ayaqları altındadır. Amma o demək deyir ki, kişidən üstündür, kişi üstündür. Kişi bir pillə həmişə üstün olmalıdır. Əgər bu bir olsa, çoğrandı sistem. Nəticələr pis olacaq. Aydındır. Ona görə boşanmanın səbəbləri pis, cəmiyyətdə boşanma çoxalır. Bu da nədir? Fitnə fəsadı cəmiyyətdə, zinanın artmağına və s. Nəsillərin korlanmağına, uşaqların tərbiyəsinə, hamısına təsir edir. Ona görə ailəni qorumaq lazımdır. Ailə dəyərlərinin möhkəm yanaşmaq lazımdır. Talaq vermək, tələsməmək. Talaq vermək, tələsmək lazımdır. Nə oldu talaq? Nə qədər qardaşlar zəng bilir ki, hisslidir və təyin eləyək, o sayılır, yoxsa özü üçüncü idir artıq. Yəni, zapas qutarıb. Qadın ısrarla istəsə, Deyirsiniz, qadının Allah talan hikmətindəndir. Talağı kişilərə aid edib. Qadınlarda olsaydı talaq, hamımız boşanmışdı. Hamımız boşanmışdı. Çünki görmürsən, bir şey olan ki deyir, boşa məni. İncir, talaq, boşa məni, boşa məni. Təsəvvür o momentdə, o vaxtı talaq onun haqqı olsa, da boşadı bizi, boşandı, qutardı. Şəriət ona görə kişinin əlinə verib. Kişi biraz dözümlüdür biraz ondan. Kişi fikirləşir biraz. O momenti fikirləşmir heç nə. Heç nə fikirləşmir. Sonra ağlı yerinə gələndə, deyir, nə danırsan? Dəliz adam. Əlimdən çıxdı. Hə, ona görə Allah Taala'nın hikmətindəndir, talağı kişilərə verib. Qadın sadəcə, qadının istəyə bilər ərindən talaq. İstəyə bilər. Mənə boşa. Lakin son söz yenə kişinindir. Kişinin üstüne keçmək olmaz. Kişinin tapdalama olmaz. Tapdalandı, sistem bozuldu. Qutardı. Xeyr gedəcək. Aydın qardaşlar. Allah söyləmək məsələsində bəzi qardaşlar deyir ki, Misirdə alimlərdən soruşublar. Alimlər deyir ki, kim Allah'a söyləmək məsələsində üzr görürsə, həmin adam tövbə etməlidir. Və bu məsələlə də müəyyən qardaşlara şübhə salırlar. Yəni biz sizdən xahiş edirik, yəni bu məsələ bir təfsilatla deyək ki, yəni üzr hansı halda olur və yəni sünnəyə uyğun olaraq alimlər həmçində nə deyir bu məsələdə? Allah'a söyləyən üzr olması məsələsində. Yox, Allah söymək, Peyğəmbəri söymək, Allahın dinini söymək üzr məsələsində. Bilirsiniz, üzr var, üzrün növləri var. Üzr var, üzr elə bir şey yoxdur ki, üzr olmasın. Baxır sadəcə halına. Ola bilər insan qəzəbindən nə gəldi desin. O da sayılmır, talaq da sayılmır. Aydındır. Və ola bilər insan ikra altında olsun. Əziyyət versinlər və ya məcbur eləsinlər nəsə deməyə. Sayılmır. Aydındır. Ola bilər təvil olsun nəsə. Varmasın nə danışır. Və ya o məsələ onlarda elə də pis söz deyil. Məsələn, elə yerlər var ki, o söyüşsün, səni öldürərlər. Amma elə yerlər var ki, söyüşlər heç vecdanı deyil. Hər yenə öz yanaşması var. Aydındır. Biraz hökm məsələsi deyib, sən bilirsiniz, kafir məsələsi, o
Məsələn, tutaq ki, Misirdə tutaq ki, hansı alim və ya Saudiyada hansı alim deyib kafiri, o ümuməndir. Lakin biz söhbət gedir müəyyəndən. Bu qapını, birinci, bu məsələni alimlər müzakirə edir, bizlik deyil. Sadəcə bizim etirazımız nədədir? Bu məsələni kütləyə atmaq ortaya ki, hə, bu məsələ belədir, hə, kütlə deyək başlayacağımızı təkfir eləməyə. Kafir təkfirdən sonra qapılar açılır ki, təkfirdən sonra gərək, əgər kişi belədirsə, kafirdirsə, gərək qadını ondan boşana. Söhbət keyf təkfirdən sonradır. Onlar başa düşmürlər. Gərək boşana. Aydındır. O ölsə, müsəlmanların qəbirstanında bastırılmır. Kəfənləmə rəsnən heç yolmur. Aparır, bastırırlar ki, iyi verməsin, o məqsədlə. Hə. Sonra övladlarına miras düşmür. Miras düşmür övladlarına. Kafirin mirası düşmür axı. Və s. və s. Yəni təkfirdən sonra əhkamlar açılır. Ona görə bizim etirazımız odur ki, siz bu məsələni tərkilin alimlər, ona görə Şeyx Fozan, Hafidullah, təkfir məsələsi gələndə də hətta elm tələbələrindən bu məsələdə müraciət eləmək olmaz. Bu məsələ qaytarın alimlərə. Amma o ki qaldı Allah və Rasulunun və dini söyləməyi, bu məsələdə həmçinin üzürlərdən orada nə gedir söhbət? Cahillik. Onlar bunu elişirlər. Onlar bu sözü elişirlər, cahillik. O birisi üzürlərə etiraz eləmirlər. Aydındır ya, hatta o alimlər desəcək, kim Allah'ı söysə, Peyğəmbəri söysə, dini söysə, kafirdir, o ümumi sözdür. Amma məsələn, deyəndə ki, yaxşı ikra altında olub, üzürlüdür. Bəs birinci düdüm belədir, o ümumən idi. Təfsilatı gedəndə aydınlaşır hər şey. Təfsilat aydınlaşdırır. Qaranlıq şeylə olanda təfsilatı var, aydın olacaq. Və ya məsələn, desən ki, yox, qəzəbindən elə qəzəb ki, işte nə gəldi deyirdi. Ağlı özündə deyildi, üzürdü. Aydındır. Sadəcə orada bir dənə üzrün növləri var. O da cahil. Onlar bunu erişir. Birinci dedilər ki, heç kəs belə deməyib. Sonra biz getirdik ki, alimlərdən deyən olub cahilli üzürdür. Abdurrazzaq L-Afifi. O Misirdə olanlar Abdurrazzaq L-Afifinə barədə nə deyirlər? O böyük alimlərdən idi. Nə deyirlər o barədə? Deyirlər, tövbə eləməlidir. O sadəcə o bəzi adamlar var. Problemdir onlar. Onlar başqa istiqamətdə gedən adamlardır. Sadəcə tutublar bu mövzunu, qardaşlar arasında şübhə atmaq istəyirlər. Bu mənim sözüm deyil, bu Abdurrazzaq L-Afifi sözü deyil. Bəzi alimlər deyib bunu. Hətta Şeyx Ubeyd, rahiməhullah, Şeyx Ubeydə sual verirlər orada. Bu açıq aydındır Şeyx Ubeyd, bu məsələndə nöqtə qoyur. Şeyx Ubeydə sual verirlər ki, Şeyx, bəzi sələf alimləri Allah və Rasulun sözün barədə deyiblər, cahilli üzürdür. Şeyx Ubeyd demir, yox, heç kəs belə deməyib. Şeyx Ubeyd demir onu. Şeyx Ubeyd nə deyir? Deyir ki, o alimlər cahilli deyəndə mütləq şəkildə cahilliyi qəsd etməyiblər. Fikirəsən, mütləq şəkildə ola bilər, hansı növ cahillik olsun. O üzr ola bilər. Aydındır? Yəni, ispat elədi Şeyx Ubeyd ki, belə deyən sələflərdən olub. Yəni, sələfdən deyən olub bu sözü. Bunu belə qaldırmaq demək ki, kim belə deyən murciədir, belə deyən belə-belə, bu təkfirçilərə meyillilik, təkfirçiliyə gedir. Təkfirçilər də belə deyir də, biz məsələn hakimdir, böyük günah sahibləridir. Onları təkfir etmədiyimizə görə bizə murciə deyirlər. Və ya cəhmi deyirlər və s. və s. Aydın qardaşlar, biz deyirik Allah və Rasulun və dini söyləyən kafirdir. Lakin üzr ola bilər. Cahillik deyənlər var alimlərdən, ola bilər hansı növündə ola bilsin, hansı növ cahillik ola bilsin. Ona görə Şeyx Fozan yadımıza gəlirsə Fransada Peyğəmbərimizi sallallahu aleyhi ve selləmi təhqir edirlər. Bəli. Sonra bizdə Azərbaycanda jurnalistlərdən biri götürüb İsa'nı təhqir elədi. İndi avamdır, dedi, siz bizim Peyğəmbəri təhqir edin, mən də sizin Peyğəmbər. İsa da bizimdir. Başa düşmür, İsa da bizim, halı neymişsən? Nə olsa onlar deyir, İsa da bizimdir, Musa da bizimdir. Bütün Peyğəmbərdən hamısı müsəlman olur. Şeyx Fozana sual verdilər ki, Azərbaycanda, belə sual belədir, Azərbaycanda bu Fransa hadisələrindən sonra jurnalistlərdən biri İsa'nı təhqir edib. Şeyx nə dedi? Şeyx dedi ki, ola bilsin cahildir. Cavab ola.
Allah bilsin cahil başlama lazım. Hətta Muhammed Ali Abdülvahabın sözü var, dini sünən. Başa salmalı, əgər israr eləsə ondan sonra kafirdir. Aydın arkadaşlar. Ya bu məsələ qısa şərhi budur. Ona görə onlar sadəcə, onlar problemlə, onların nəsə başqa problemlər var. Sadəcə bildirmirlər. Bildirmirlər. Gizlənirlər bu cür şeylərin, bu cür fikirlərin arxasında. Aydın arkadaşlar. Buyur. Bir tane bir kardeş var idi. Bir de önce Murciye'nin gelmesi. Bir için Şeyh Alban Murciye'di. Deyir Şeyh Almani Murciye'dir. Ha, bir kardeş, başka bir kardeş var. Dedi, axir Murciye ne demekti? Oldu böyle. Bilmedi. Bilmir ha ne demekti. Haberi yok bundan. Murciye bilmir nədir. Ne demekti? Ancak başlıyor. Şöyle böyle bir Problemdir ha. böyle başlıyor. Arkadaşlar bu hiç bu sıfırmış. Hiç ne bilmem. Oradan buradan çıkıp başlıyor buraya demeye. Deyirəm Allah, belə məsələlərə məsləhət deyil. Belə məsələləri tərk edin. Vallahi bax biz Mədinədə oxuyanda biz orada cahillik üzürdük, təkfir, namaz qılmayan ki, heç orada eşitmirdik belə şeylər. Müzakirə olunmurdu əslən. Səthi keçmişdik və salam. Yəni bu məsələ əsas deyil də. Amma təkfirçilərin özünüz görürsünüz də dəvətləri. Özünüz görürsünüz. Bu əsas 5-6 məsələyə şişirdiblər. Birinci, namaz qılmayan kafirdir, mütləq deməlisən onu. Başqa rəy yoxdur. Əgər deməsən, ya özün kafirsən, ən azından murciyəsən. Mütləq bunu deməlisən. İkinci, hər yan darul küfürdür, küfür diyarıdır. İslam diyarı yoxdur bu saat. Məkkədə ixtilaf ediblər. Elilər var, Məkkəyə gedir, həccə. Kəbənin imamının arxasında namaz qılmır. Və ya artisti eləyib qılır, sonra qalxıb təzdən qılır və ya ev otağında. Artistlər də. Sonra üçüncü mühüm məsələlərdən biri ət məsələsi. Ancaq onlar kəsəni yemək lazımdır. Bəhanə nə gətirirlər ancaq? Necə də vururlar, həddadilər. Nəyə gətirirlər? Namaz qılmayandı qəssab. Qəssab pirə gedir. Yaxşı, gəl. Yaxşı, mən pirə gedmirəm, namaz da qılam. Mən kəsəni deyimcəklər. Onlar o bəhanədir. Onlar qəsd edir, yəni özləri kəssə. Yəni onlar bismilləsi başqa cürdür. Ona görə qəssabların çoxsubsa onlardandır. Biznesdə. Yəni bizdən alınacaq. Həmçinin mühüm məsələlərdən onlarda əsas şişirdənlər cahillik üzür deyil. Cahillik üzür deyil, məsələn, tohiddə. Və ya cürbəcürdlər, böyük şirk deyirlər, cahillik üzür deyil, tohiddə. Bu məsələni şişirdirlər. Şişirdirlər. Gəlirlər, məsələn, elə bir kəndə, o kənddə kommunizmdən çıxan cəmiyyətdir də. Elm tələbəsi olmayıb, dəvət olmayıb, əslən, cəmaat avamdır. Cəmaat avamdır o kənddə. Heç bilmirlər. Allah'a inanırlar, Peyğəmbərə inanırlar, nə gəldiyi inanırlar, pirlərə inanırlar, nəyə gəldiyi inanırlar. Yəni ki, özləri elə fikirləşirlər ki, İslam müsəlmandırlar. Deyirsən, müsəlmansan, hə, deyəcək, kafir, elə bir söyüş sonucu. Qəbul eləmir. Lakin bilməyib, başı salan olmayıb onları. Bu nə edir? Bu başı salmaqdansa bu gəlir, deyir, qəfir, getdi. Özə kafir demək onlara ləzzət verir. Özə ləzzət alırlar kafir deyəndə. Yəni, axşam gəlirlər, elhamdülillah, bir 50 nəfəri təkfir elədim. Xeyr yox, xəstədir. Yəni, normal fikirli adamlar elə şey getməz. Xəstədirlər. Onlar hamısında problem var, insan kimi. Ya həyatlarında, çoxsu ya, demirəm hamısı, çoxsu, ya həyatlarında, ya başlarında problem var. Çünki normal adam elə fikrə getməz. Aydın qardaşlar, onların hamısı budur, səbəblərdir. Səbəblər. Şimdi bir de Allah'ımızı beklesin bir sual var. Demişim bir tane sual var. Bir kardeş bir hata ediyor ve tövbe ediyor. Hata ediyor, tövbe ediyor. Yerinde tövbe ediyor. Bir de onu kaçmır. Qayıt. Ömer'i kaçmır. O başka bir kardeş onu görür ve onu istismarlaştırır. Defalarca. Çünkü belə oldu. Bu kardeşin evini atır. Yox, kim eybin açsa qardaşının, özü də dünya məsələlərdə Allah Subhanahu taala onun qiyamətdə eybin açacaq. Bütün insanlar qarşısında.
o vaxt 50 nəfər olmayacaq, milyardlarla, trilyonlarla, bütün Adəmdən təsələ bir abırçılıq. Ona görə evlə başqa müsəlman qardaşın evini açma. Təbii ki, bu dünya məsələyə aiddir ya, dini yox. Aydın, dində çəkindirmək o evi açmaq deyil. Aydın deyil, qarışdırırlar. Dünya məsələdə əsasən. Hə, olmaz elə, olmaz. Əgər tövbə eləyibsə, bəli, bu qardaş əmələn tövbə eləyir, bu da qayıtmır. olmaz, olmaz. Belə deyək O də, cahillikdir. bir neçə əməllərinə, məsələn, bir iki xata olur və o hamısını tövbə eləyir və qayıtmır. Elhamdülillah. Amma qardaşlar məsələn onu açıb istismar etsin. Olmaz, olmaz, olmaz. Allah razı olsun. Şey, Ramazanda elə ki, məsələn, tövbə edir bir müsəlman da, orucunu tutur, bir gün qəza edir. Deyir ki, yəni Ramazandan sonra imanım yoxdur, o qayıb tuta bilmirəm. Nə qədər edirəm, yəni qəzasını. Ona icazə varmı tutmadığı günə görə adam yedizdirmək? Yo. Qəzanı tutmalı. Adam yedirir kim? Kimdə xronik xəstədir daimi, artıq tuta bilməz. O yedirir, o necə yanır? Görürsən, səbr edəmir. İtaətdən sonra səbir. Yoxdur. Hə. Yo, orucluq nə var ki, çətindir bu ya. Əksinə, asandır, nə var? Özdə bir ay oruç tutmursan, bir gün tuta bilmirsən. O zəiflikdir insanda, zəiflik. Ya bu icazə deyil ona. Olmaz, yo. Adam yedirir kim? Kim ki, məsələn, tutaq ki, xronik xəstədir. Kim ki, məsələn, orucu tutaq ki, qadın. Tutaq ki, hamiləliyinə görə tutmayıb, sonra uşağı süd verib tutmayıb və belə bir 2-3 il davamlayıb. Yığılıb 3-4 ilin orucu. Bəzi amilər üzür görürlər onda, deyirlər, yedirə bilər. Tuta bilməsə, yedirə bilər. Bu, onlardan da öyle axı. Aydındır. Qəsdən orucu tərk eləsən, onun kəfarəsinə, qəsdən də bir gün orucu tərk eləsən. Yəni, heç nədən tutmadın. Bəs. Ne üçün? Hələ olur. Yox, ümumiyyətlə, hələ olur. Yox, əgər laf tutaq ki, belə biri elədi, qaza boynunda qaldı, o bir gün boynunda qaldı. Hə. O cinsi əlaqə ilə pozanda o 60 gün ona aiddir. Hətta oruc vaxtı birdən qəsdən bilə-bilə içsən, bilməyə yox, oruc davam edirsən. Bilə-bilə içsən, yesən, bir gündür. Şey, belə Amma orucluğun qəzasını tutsan, orucluğun qəzasını, Ramazan ayının qəzasını tutsan, cinsi əlaqə ilə pozsan, bir gündür. Bu, Ramazan ayına görədir ya, qardaşlar. Bu ayda. Bu ay, hələm orucdan əlavə bu ay özü fəzilətli daxil. Aydındır. Amma qəzasını tutsan, o cür pozsan, bir gündür. şey, belə bir məsələ var, deyir, bilərəkdən tərk olunan namazın qəzası yox. Belə fikir var bəzi alimlərdən. Bəzi alimlər deyir ki, yox. Yəni, o alimlər ki, qəzası yoxdur, yəni tövbə eləyir. Amma bəzi alimlər deyirlər ki, yox, boynunda qalır. Tövbədən sonra qılsın. Əgər bir çox uzun vaxt keçməyib də onlar. Aydındır. Amma uzun vaxt keçibsə tövbə. Şeyh, bəs bu deyir, biri məsələn deyir, sabah bir yerdə qonaqlıqdayım. Ondan ötürü pozub, bugün oruç tutmuram. Sonra davam edir tutur. Ramazan ayı. Bu Sabah qonaqlıqda da ona görə o gün Ramazan ayını orucunu tutmur. Tutmur, belə. Yox. bu onun yəni heç qəzası belə yoxdur. Yox, qəza olmuş da qalacaq boynunda. Biraz O günah edir, böyük. bilirəm böyük. Olmaz. Sən Oruclu oruclu yoldaşlar var idi. Ramazan ayındakı oruc başqadır. Ramazanın qəzası Ramazan ayında kimi deyil. Sən necə qonaqlıq, nə qonaqlıq? Ramazanda qonaqlıq olsun, iftara. Günorta kimdir qonaq çağıran? Məsələn, kollektivdə var idi adam. Yox, olmaz. 8 martdan Həm də zəif insanda. O bilirsiniz qardaşlar. Yox, ola bilər indi cahildir. Ola bilər cahildir. Yəni ciddi yanaşmır məsələyə və ya aqibətin bilməyib. Tərk eləməyin, nəyi tərk eləməyi başa düşməyib. Bir də xilədiyyə kişi ağırdır, məsələn, işdən əlaqədar tıxanmır. Olmaz elə yox. Oruç tutsun, getsin. Oruç tutsun, getsin. Əgər işdə görsə halı pisləşir, tuta bilməyəcək, onda açsın. Amma hələ deyil, mənim işim ağırdır, mən tutmam əvvəlcədən. Amma hər halda boynunda qalır onun, qəzaları boynunda qalır. Bir də şeyh, elə bir cəmaat namazı qılarıq, cəmaat. İnşallah axırıncı suallar yaxınlaşır. Cəmaat namazı qılarıq, cəmaat. 2 nəfər gəldi qoşuldu cəmaata. Hə. Və 1 nəfər. Hə. Cəmaat tutardı. Amma bu kişi davam edir. Birdən işte bir nəfər, 2 nəfər də gəldi. O gəlib qoşula bilər ona, o qoşulana. O cəmaat namazı halində. Qoşula bilər. Məsələn,
Cəmaat zöhrü qılırdı. Mən gəldim axırıncı rükətə. Cəmaat salam verdi. Mən qalxdım qılmağa. Arxadan gəldilər, mənə qoşuldular. Sonra bizə qoşulan arxadan biri gəldi. Bizə qoşuldu, sonra qalxdı davam eləməyə. Gəlib ona qoşulmaq olar. Bax belə qoşula bilərlər. Yoxdur ki, hələ şey yoxdur ki, ikinci cəmaatda artıq qoşulma olmaz. Olar mı axırıncı sual? Hə, axırıncı. İncə bir sual var. Hə, xitam. Hə. Məsəl üçün biz bilirik ki, ümumən götürəndə İngiltərə, Rusiya, Almaniya, Amerika ümumən kafir ölkəsidir. Bəli. Biz məsəl üçün deyə bilərik ki, İngiltərə kafir ölkəsidir, bütün ingilislər hamısı millət kimi kafirdir. Yaxud Azərbaycan müsəlman ölkəsidir. Tolerant bir ölkədə Azərbaycanlıların hamısı müsəlmandır. Yox, biz mütləq şəkildə demirik. Biz çoxluq baxımından, çoxluq. Çünki İngiltərədə kifayət qədər müsəlman var arkadaşlar. Özü 10 deyil, 100 deyil, 100 min deyil, milyonlarladır. Ha, hətta ingilislərin özləri. Özlərində də var. Bizdə universitetdə ingilis, təmiz ingilisdir. Biri var məsələn gəlib ora ingilis vətəndaşı alıb, orada yaşayıb, orada doğulub. Təmiz ingilislər gəlir də Mədinədə bizdən oxuyublar. Ona görə ümumi Fransızlar, Amerikanlar. Hə, yəni mütləq şəkildə demək ki, belə hamısı kafir də olmaz. Və ya mütləq şəkildə demək ki, hamısı müsəlmandır. Çoxluq müsəlmandır əlhamdülillah. Aydındır. Çoxluq müsəlmandır. Kafir ölkəsindədir, bəli, çoxluq kafirdir. Amma o da belə deyil, hamı orada kafirdir. Ölkə kimi kafir ölkəsidir. Ölkə kimi kafir ölkəsidir, küfür diyarıdır. Bəli. Amma məsələn siz bu da biraz şərhə ehtiyacı var. Məsələn elmi cəhətdən yanaşanda götür məsələn Rusiyanı. Rusiya indi qardaşlar çoxsu bilir də burada. Rusiya böyükdür. Orada müsəlman icmaları var, müsəlman yaşayan yerlər var, torpaqları var. Diasporalar var. Ölkələr. Çünki böyükdür orada. İndi biz deyək ki, ora küfür diyarında Allah bilir. Yəni orada yaxşı bəs oradakı müsəlman ölkələr biraz ona yanaşma biraz fərqlidir artıq. Ona məsələn alimlər hətta küfür diyar, İslam diyarı, küfür diyarı orada 5-6 dənə rəy var. Fikri məsələdir. Hətta İmam Şafii deyir ki, əgər müsəlmanlar alıblarsa bir yeri, sonra kafirlər alırlar oranı. Ora İslam diyarı qalır. Kafirlərdə olsa belə. İmam Şafii'dən gəlir. Məsələn İspaniya. Andalus, ora bir saat İslam diyarı. İmam Şafii'nin fikrinə görə. Ora müsəlman diyarı idi. Orada alimlər çıxdı. Şey, ne sonuncu sual. Axırıncı. Müsəlmandır, böyük günahlara düşür. Yəni görürsən ki, əziyyət çəkir onun. Məsələn, eləyir, tövbə eləyir. Yəni getdikcə də zəifləyir və nə qədər nəsihət eləsin, görürsən özünü düzəldəmir. Ümumən zahirən bu hal möminlərin halı yoxsa necə? Yəni adam deyək ki, bu gün günah eləyib, bir saniyə sonra tövbə eləyir. Günah eləyir, tövbə eləyir. Yəni Bilirsiniz, deyək ki, günah eləməz, o da düzgün deyil. İnsandır, günah eləyə bilər. Necə bilər? İcazəli deyil. Sadəcə ola bilər də insan çaşsın. İnsan zəif daxı. Həmçinin günahlar var, kiçik, var, böyük. böyük günahdan gedir. Elə olmasın ki, böyük günah eləyir, sonra 5 dəqiqə sonra tövbə eləyir. Böyük günah eləyir, tövbə eləyir. O oyuncaqdır. Ciddi olmaq lazımdır. Özdə Allahla sən bilirsən ki, Allah eşidir və görür. Sən onda Allahla necə münasibət qurursan? Sən oyuncaqsan onda. Günah eləyirsən, tövbə eləyirsən. Hələ olanda birdən ölərsən, tövbə eləyə bilməzsən. Aydındır, tövbə nə vaxt qəbuldur? Əgər tövbəni pozmasın. Amma tövbəni pozsun, tövbə qəbul deyil. Vəssalam, getdi tövbə. O tövbənin fəziləti də getdi. Tövbə eləmək savabdır. Lakin o savabdır, getdi hər şey. Olmaz elə. Oyuncaqdır. Günah eləyir, sonra tövbə eləyir. Allah razı olsun. Bəsdir qardaşlar, Allah razı olsun. Bir dənə sual vermişim. Hə, axırıncı yaxşı. Türkçülər demiş, beynimə takıldı. Yaxşı. O şəhvət dastamazı pozur əxi. Şəhvət dastamazı pozmur. Dastamazı pozur əgər nəsə istansa, məzi gəlsə. Öyrət yerində məzi olsa, Bayaq dediniz ki, pozur. yerinə toxunsanız, yəni elə. Amma şəhvətlə toxusa hələ fikir var. Hələ fikir var. Amma Məsəl üçün, Hə. Salam aleykum, salam aleykum. Nəsən qardaş?
Sağ ol, sağ ol, sağ ol, elhamdülillah. Hə, Allah razı olsun. Pozulmur. Zövcə toxunur deyil. Yox, məsələn, dastamaz aldın, zövcəni öpdün. Əgər hətta şəhvət nəsə olsa, əgər nəsə gəlməsə, dastamaz pozulmur. Məzi gəlsə, dastamaz pozulur, qüsül yox. Kişidən 3 şey gəlir də, məzi, vadi, məni. Məni gələndə qüsül pozulur. Yaxşı. Bəsdən qardaşlar, Allah razı olsun. Selamun aleyküm, rəhmətullah.